Operatorlarından 13-cü sualın izahına baxırıq. 13-cü sualda bizə B siyahısı və A siyahısı verilib və hər iki siyahının həm B siyahısının, həm də A siyahısının yalnız bir elementi, 0 elementi var. Və sonra isə yazıb ki, bizə B bərabərdir, B vurulsun 79. Siyahını ədədə vurduqda siyahının daxilindəki elementlər vurulan ədədin sayı qədər təkrarlanacaq. Yəni burada artıq B'nin daxilində bir dənə element var, o da 0'dır. Yəni bir elementi var. 79'a vurduqda, yəni bu 0 79'un sayı qədər təkrarlanacaq. Yəni buradan bir nəticəyə gəlirik ki, deməli B siyahısının da daxilində 79 dənə 0 olacaq. Burada ümumi 79 dənə 0 var. Həmçinin A siyahısının da daxilində 79 dənə 0 olmuş olacaq. Hər ikisində 79 dənə 0'ımız var. Və daha sonra foreign range bir müraciət edəcək. 1-dən 80'ə gəlib gəlib. Yəni bilirik ki, bura hansı qiymətlər daxildir. I hansı qiymətlər alacaq? 1-dən 79'a qədər qiymətlər alacaq. I bir qiymətini alanda birinci dövrümüzdə I bərabərdir 1 aldıqda necə olacaq? Olacaq ki, I-nin yerinə 1 qoysaq, olacaq A0. A0 bərabərdir 8'dən 1'in çıxdıqda 7. Yəni A'nın 0-cı elementini, A'nın 0-cı elementi buydu. Artıq bunu etdi bizim için 7. Daha sonra isə I-nin yerinə 1 qoyduqda, yəni I bərabərdir 1 qiymətini aldıqda, üzr istəyirəm, I bərabərdir 2 qiymətini aldıqda necə olacaq onda? A 2'dən 1'in çıxdıqda 2 çıx 1, 1. A1 bərabərdir 8'dən 2'sini çıxdıq, qaldı 6. Yəni, belə deyək də, A'nın birinci indeksində olan elementini etdi 6. Bu da 6 oldu. Bu formada davam etsək, gələcək ən axırıncı hamısını hesablasaq, I bərabərdir sonda gəlib 79'u götürdükdə, gətirib burada I-nin yerinə 79 yazsaq, onda olacaq A 79'dan 1'in çıxdıqda 78 bərabərdir 8 çıxaq 79. Çünki i'miz 79 qiymətini alıb. Bərabərdir -71. Yəni bu formada davam etsə, gələcək A'nın, tutaq ki, bu A'nın belə deyək də 78-ci elementi idi. A'nın 78-ci indeksində duran nədirsə, o -71'ə bərabərdir. Aha, tamam. Sonra keçirsək digər fora. Burada isə 0-dan 79'a verildiyinə görə, yəni 0 və 78 qiymətləri bu aralığa daxil olacaq. 78'ə qədər qiymətlər alacaq. Eyni qayda ilə getsəm, yenə də i'nin birinci 0 qiyməti ilə davam etsəm, onda B bərabər olacaq. 78'dən 0'ın çıxanda B 78 bərabərdir. A, I, yəni A0. A'nın da 0'ıncısı nə idi? Baxın, burada yazmışıq. A'nın 0-cı elementi 7'dir. 7'nin üstünə 10 gəlsə 17. Bu formada davam etsək, gəlib sonda 78 I bərabərdir 78 olanda, onda nə olacaq? B bərabərdir, B daha doğrusu, burada i'nin yerinə 78 qoysaq, B 0 olacaq. B 0 bərabərdir A, I, yəni A 78. A'nı da tapmışdıq ki, burada A 78'imiz nəyə bərabərdir? -71'ə. -71 üstə gələk 10 bərabərdir -61'ə. Baxın, bizdən nə istəyirdi? M deyir bərabər olsun minimum B'yə, yəni M getsin B siyahısının ən kiçik elementini götürsün. B siyahısının ən kiçik elementi -61'dir və onun da indeksi hardadır? Yəni bu da B'nin 0'cı. Yəni B'nin 0'cı indeksində dayanan elementi -61'dir. Çünki biz burada ən böyük qiyməti, i'nin ən böyük qiymətində biz burada ən kiçik qiyməti tapmış olacağıq. Bu da deməli ən kiçik qiyməti -61'dir. -61 və bizdən indeksi soruşduğuna görə həmçinin də -61-lə 0-cı indeksi, yəni ən kiçik elementi -61'dir və onun da indeksi 0-cı indeksdədir. Cavabımız olacaq C variantı.